Kameralar işe düştü mü? Başladık mı? Bugünkü mövzumuz nikahdan ajrasış məsələsi. Nikahdan ajrasqanda dövlət bacını kim төлəyir, neçə son töylənərdi? Şu mövzuda söhbətləşəmiz. Bu kommentariyada gəlib durğan savollardan gəlib çıxıb ən yaxşı mövzularını kütərib çıxartırıq. Adamlara yaxınlı boğan, köpçülük bu məlumatlarını bilmiydi, şu haqda söyləsəmiz. Özü nikahdan ajrasqanda xaracatını kim qaplab verədi? Əgər sota müraciət qıladığın bolsa, ikinci tərəf ya ki birinci tərəf, ikinci tərəfdən şu sizni çıxarğan rasxotunuzu, xaracatınızı qaplab verədimi? Turmuş ortağınız. Yəni siz nikahdan ajrasmaqda Fuqaralıq İşlər Baş Suduna müraciət qıldınız. Xo'p, müraciət qılğanınızdan ki siz advokat uçlayırsınız. Advokata bir 4-5 milyon son pul verəsiniz. Dövlət borcu töləyirsiniz. Bazı hesaplaş miqdarının 2 bərabər miqdarında. Bundan təşkil poçta xaracatı töləyirsiniz. Bu xaracatlarını kimdir qaplab verəsi gərək bu sizə, doğrumı? İzahlarda özünüzdə fikrinizi yazıb qaldırın bu haqda. Mən qalan söhbətimizi davam qıldıra verəməm. Demək, Fuqaralıq İşləri boyunca suduna müraciət qılğanda, əgər siz birinci mərtəbə nikahdan ötkən bolsanız, dövlət bacını bazı hesaplaş miqdarının 2 bərabər miqdarında dövlət bacı tölənilir. Əgər siz ikinci mərtəbə nikahdan ötkən bolsanız, dövlət bacı miqdarı qanunçuluğa muvafiq aşkarladır. Demək, indi söhbətimizdə uzağa çözüb getməyimiz, yaxından qaytamız. Birinci mərtəbə nikahdan ötkən bolsanız, siz bazı hesaplaş miqdarını 2 bərabər miqdarda, hazırki gündə 824.000 son miqdarında dövlət bacı töləyirsiniz. Bu gün indi 20 avqust 2026-cı il. Dövlət bacı mehnətə haqq töləş miqdarı aşqan sayın dövlət bacı aşqaradır. Tez gündə sentyabr ayında dövlət bacı aşığı belgilənən, yenə aşış ehtimalı yuxarı. Demək, siz Fuqaralıq İşləri boyunca sotuna dövlət bacı tölədiniz, poçta xaracatını tölədiniz, advokat uçladınız, nikahdan ajrasış məsələsi Fuqaralıq İşləri boyunca sotuna giritildi. Sot görüb çıxdı və karar kabul qıldı. Kararda ailəni yaraşdırış imkaniyyəti hələ badəb tapdı. Yəni sizlərdə ailəni nikahdan ajrasış üçün yetərli əsas mövcud həməstəb tapdı. Bunun halətdə dövlət bacığa göyüb qaldınız, advokat xaracatlarına göyüb qaldınız. Bu xaracatları ikinci tərəf töləb verəmi deyən savab olub durdu şeydə. Yox, nikahdan ajrasqanda Fuqaralıq İşləri boyunca sotuna kim də ki müraciət qıladığan bolsa, Özbekistan Respublikası qanunçuluğunda şunda bilgilər qoyulubdu. Şu tərəf özü müstakil rəvişdə xaracatlarını qaplıydı. Demək, mən bir nəsəni aytıb ötəmən, nikahdan ajrasış üçün advokat uçlaş şərt əməz. Mən advokatla yaman görüşüm mümkün, bu mövzunu dikləb çıxanım üçün. Doğru, mən advokatlara yamanam görünüb qoyma. Lakin, haqiqatına aytiş gərək, nikahdan ajrasış üçün advokat uçlaş şərt əməz. Fakat dava arizanı yazdırın. O, mən bolamamı, başqa advokat bolamı, farkı yox, yurist bolamıdımı, öktənmi, Recep Baymı, IBB-mi, farkı yox umuma. Nikahdan ajrasacaq mısınız? Dava arizanı yazdırın. 100.000 soma yazıb verədi. İndi mən qımmat işləyəm. Mən 1 milyon soma yazıb verəməm. Başqa advokatla 100.000 som, 200.000 som ətrafında yazıb verədi. Demək, bu nikahdan ajrasış haqqında arizanı yazdırasınız qanunçuluğa muvafiq. Fakat dövlət bacı bilan poçta xaracatını töləyirsiniz. 1 milyon som yetib durdu bərçə xaracatınıza. Fuqaralıq İşləri boyunca sotuna ariza tapşırasınız. Əgər advokat girədiğan bolsa, siz də özünüz girədiğan bolsanız, sot birinci növbətdə sizin fikrinizi istədi. Nikahdan ajrasış üçün Firuzanı fikrini işləmiz. Özbekistan Respublikası Ailə Kodeksinin 41-ci maddəsinə doğru gələdğan bolsa, sizdən nikahdan ajratadı. Əgər doğru gəlməyən bolsa, nikahdan ajratmaydı. Demək, neçə som xaracat төлəyimiz? Bazı hesaplaş miqdarının 2 bərabər. Bu xaracatını kim qaplaydı? İkinci tərəfdə öndürüb boladımı? Yox, öndürüb bolmaydı. Kim müraciət qılsa, bu tərəf dövlət bacı poçta xaracatı və başqa xaracatların həmməsini nikahdan ajrasışını tələb qılıb durğan şəxsni özü kaplıdır. Başqa işlərdə, başqa fuqaralıq işlərində doğru, ikinci tərəfdən başqa xaracatla öndürüb alınmadı. Lakin nikahda ajrasışdan onu deyəməz. Demək, mən sizlərə özümdə müstakil fikrimni bildirdim. Bu mövzunu mən kommentariyada gələn suala faqat cavab sifətində yaratıb verdim. Başqa mövzuda əməz. Şunu inabətə alınla. Hörmətli küzatuvçular, bizəni qollab quvvatlayan halda mehnətimizni inabətə alıb like düyməsini basıb qoyunlar. Bu videomuzu başqalara üləşişə səbəbçi olunlar. Bizəni qollab quvvatlab abunə olub qoyunlar. Çünki bizə düşündüyü mövzuların çıxarışımıza səbəb sizlərsizlər. Sizlər bizlərə ilham bağışlayırsınız. Bizə keyin bu mövzunu yaratıb verəmiz. Doğru, mən bir mövzunu yaratqanda kimlərədir yaman görünəmən, kimlərədir yaxşı görünəmən, bana qızıqı yox. Məni kimdir tənqid qıladığan bolsa, demək mən şu insan tənqid qılıb durğanlığına xafa bolmayım. Demək mən ondan üstün bolğanım üçün xusənd bolamam. Bana umuman doğrusunu aytsan biri tənqid qıldı, arkandan yamanladı, ya ki olmasa sən natoğru aytıbsan, doğru məlumat verdi də olalan boladı. Mən Özbekistan Respublikası qanunçuluğuna muvafiq cavab verəməm. Hər bir sözümü
video alğandan keyin məni noto'g'ri gapim bormi, yo'qmi, bu ma'lumotlarni tahlil qiladi bolalar. Tahlil qilgandan keyin videoni ijtimoiy tarmoqlarga qo'yamiz. Shuni bir narsani inobatga olishlaringizni so'rayman. Savollaringiz bo'lsa kommentariyada yozib qoldiringlar. Sog' bo'linglar, salomat bo'linglar. Bizlarni kuzatishda davom etinglar.